Əziz bilgələr, bu dəfə sizə oxşarlıqlar layihəsində qanunnamə qəbul etmiş yaxud qanunlar toplusu yaratmış hökmdarların siyahısını dərc etmişəm. Birinci növbədə qədim Çindən Sin sülaləsinin adını qeyd eləməliyəm ki, onlar vahid qanunlar yaratmışlar. Sonra Frank dövlətindən Xlodviqin adını qeyd eləmişəm. 5-ci əsrdə vahid qanun yaratmışdı. Köhnə kitabda bunu salik qanunları olaraq verirdilər. Təzə kitabda ilə Zənənfrak qanunları verirlər. Bizans hökmdarı Justinian var 6-cı əsrdə. Justinian Məcəlləsi adlı qanunlar toplusunu qəbul eləmişdir. Sonra Azərbaycan dövlətlərinə Mərzban ibn Məhəmməd var, Salari hökmdarı 10-cu əsrdə qanunnamə qəbul etmişdir. Çingiz xanın Böyük Yasa adlanan qanun toplusu var, o da qanunnamə qəbul edibdir. Eyni zamanda Əmir Teymur var, Teymurun qanunları adlı bir qanunlar toplusu var idi. İkinci Mehmedin qanunnaməsi var 1476-da qəbul edilən. Uzun Həsən dövründə qanunnamə qəbul edilmişdir. Onun konkretili verilmir. Biz elə hakimiyyətini götürə bilərik. Bir də Şəki xanı Məhəmməd Həsən xan var, 18-ci əsrdə qanunnamə qəbul eləmişdir. Əgər sizin qanun qəbul edən, qanunnamə hazırlayan hökmdarlar sırasında əlavəniz varsa, rəylərdə qeyd eləyə bilərsiniz.